Son zamanlar ölkə ərazisində tabaq xəstəliyinin yayılması müşahidə olunur. Əla. Bu xəstəlik iri buynuzlu və xırda buynuzlu heyvanlarda rast gəlinən yüksək dərəcədə yoluxucu virus mənşəli bir xəstəlikdir. Tabaq virusu olduqca davamlıdır. Burada kimlər rol oynayır? Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi. Burada rol oynayan bunlarla. İki qurum. Ölkəni idxaldan asılı vəziyyətə salırlar. İdxaldan asılı olan vəziyyət ölkə bilirsiniz nə deməkdir? Sabah idxalın qabağın hər hansı bir dövlət kəsərsə, bu ölkədə çaxnaşma baş verər. Ölkə dağılar. Biz bunun üçün bu şeyləri araşdırıb sizin diqqətinizə çatdırırıq ki, tədbir görəsiniz. Çünki niyə dediyim kimi evin damını şiferin daşlayırlar, qırırlar. Sabah oradan yağan yağış, qar, hər şey ilan, sayan, hamısı tökədə bizim evin içinə. Niyə olmalı ki bu? Hə, bir-iki dənə orada mühafizə var. Bizim kimi mühafizəçilər var. O mühafizəçilər də ortadan götürməklə istəyirlər ki, rahat şəkildə öz murdar fəaliyyətlərini davam elətdirsinlər. Onu da müxtəlif qurumların əli ilə eləyirlər. Tabaq virusu olduqca davamlıdır. Həm canlı heyvanlar, həm də onların ifrazatları olan tüpürcək, süd, nəcis vasitəsilə asanlıqla ətrafa yayıla bilir. Məlum olduğu kimi, Azərbaycanda hər il Gürcüstan, fikir verin, amma yalandır bu, düz deyil. Məlumat yalandır. Düzdürsə, məsuliyyətə cəlb olan adamlar olmalı. O da baytarlığın şeyi var, baş həkimi. Kimdir orada? Desən orada bizim operatorumuz, mən bilim. Gürcüstan və Rusiya kimi ölkələrdən çoxlu sayda iri buynuzlu malqara idxal edilir. Son aylarda malqara arasında müşahidə edilən tabaq xəstəliyi ölkəmizə idxal olunan heyvanlarla gələ bilərmi? Yoxsa bu daxilə yayılan xəstəlik deyə sual verirlər mütəxəssislərə. Ən gözəl variantdır bu. Özləri ortalığa çıxmırlar, mütəxəssislərdir. Çünki o mütəxəssislər də hardan tapırlar, o da bəlli deyil. Çünki Kənd Təsərrüfatı Nazirliyində bir dənə də olsun mütəxəssis yoxdur. Hamısı iqtisadçı şey, hüquqşünas. Halbuki sahə önəmli sahədir. Arterial damardır bu. Bu sahə məhv olarsa, dövlət məhv olar, dövlət çökər.